Deməli, uşaqlar, mən indi trigonometrik funksiyaları sizə izah eləyəcəm. Mənə diqqətlə qulaq asırsınız. Deməli, başlayıram radianla. Uşaqlar, radian uzunluğu radiusa bərabər olan qövsdür. Bax, bir dənə qövsdür. Uzunluğu radiusa bərabər olan bir qövsdür. Deməli, L qövs bərabər olur radiusa. Yaxşımı? İndi qulaq asın. 1 radian 57 dərəcədir. 1 radian 57 dərəcədir. Pi radian amma, bax pi radianı biz 180 dərəcə götürürük. Aydındır? Pi radianı 180 dərəcə götürürük. Mən sizə rübləri izah eləyim. Siz bilirsiniz ki, rüblər, nə demişdim rüblər haqqında? Saat əqrəbinin, bax bu birinci rüb, bu ikinci rüb, bu üçüncü rüb, bu dördüncü rüb. Deməli, bura 0, bura 90, bura 180, bura 270, 360. Deməli, birinci rüb nədir? Nədir birinci rüb? Deməli, 0-dan 90-a. İkinci rüb 90-dan 180-a, 180-dan 270-ə, dördüncü rüb də 270-dən 360-a. Məsələn, bir də görərsən sənə deyər ki, 800 dərəcə hansı rübdür? Onu bilirsiniz necə eləyirik uşaqlar? 800-ü bölürük 360-a, düzdür? Neçə eləyir? Qalıq nə qalır daha doğrusu? Qalığa bax, qalıq 80. 80 neçənci rübdür? Birinci rübdür. De bu rüb. 80 buradır. Aydın oldu, 0-la 90 arasındadır. Başa düşdük? Sonra, indi gəlin mən sizə deməli, düzbucaqlı üçbucaqda sinus, kosinusu izah edeyim. Bax. Nə oldu? Deməli, alfa. Deməli, bura yazıram A, B, bu da olsun C. Deməli, sinus alfa nəyə bərabərdir? Qarşı katetin hipotenuza. İndi bunu burada hərflərlə göstərsəm, A böl C-yə. Kosinus alfa nəyə bərabərdir? Bitişik katetin hipotenuza. Hərflərlə göstərsəm, B böl C-yə. Tangens alfa nəyə bərabərdir? Qarşı katetin bitişik katetə, yəni A böl B-yə. Bəs kotangens alfa nəyə bərabərdir? Bitişik katetin qarşı katetə, yəni B böl C-yə. Aydın oldu? Sonra uşaqlar, bunları mütləq yadınızda saxlayın. Sonra bizdə bir cədvəl var. Cədvəl, hanı o cədvəl? Burada çəkmişdim. Bir dənə baxın cədvələ. Bir dəqiqə. De bu. Baxın. Görürsünüz cədvəli. Bax, bu cədvəl əzbər. Nə oldu bunun axırı? Nəysə. Bu cədvəl əzbər. Baxın cədvələ. Mütləq əzbər. Bax, sinus, məsəl üçün 30-da 2-də 1. Nə bilim, sinus, bax, pi böl 4, pi 180-dır da, üstlərinə də yazılıb dərəcələri. Sinus 45, məsələn, kök 2 böl 2. Bunlar əzbər. Aydındır, mütləq cədvəli əzbərləyirsiniz. Sonra getdik, davam edirik. Deməli, başlayaq nədən? Sinusdan. Başlayaq sinusdan. Trigonometrik funksiyalardan. Deməli, uşaqlar. Aha, deməli, baxın bura. Y bərabərdir sinus x. Düzdür? Y bərabərdir sinus x. Gəl, sinusun qrafikini çəkim. Bu x, bu y. Gör nə edirəm. Belə davam eləyə bilər. Pi böl 2, pi, 3 pi böl 2, 2 pi və bu da buradan bu cür mənfi pi böl 2 və s. Belə davam edir. Deməli, qulaq asın mənə. Y bərabərdir sinus x. Bunun təyin oblastı, y bərabərdir sinus x-in təyin oblastı. Yəni nə? Təyin oblastı necə işarə eləyirdik? df, dx və s. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Təyin oblastı x-in aldığı qiymətlərdir də. Qiymətlər oblastı da, indi mən sizə bir söz deyim. Sinus mənfi 1-dən 1 aralığında alır. Yəni, mənfi 1-dən kiçik, 1-dən böyük ədəd ala bilməz. Elə bil, ən böyük qiyməti 1-dir,
ən kiçik qiyməti -1-dir. Aydındır? Sonra sinus deməli tək funksiyadır. Sinus tək funksiyadır. Yəni tutaq ki, sinus bir dəqiqə. Sinus -x elə mənfi sinus x-ə bərabərdir. Yaxşı. Hansı rüblərdə artır? Baxın. Bax bura. Deməli, uşaqlar bunun rəngi nətər dəyişirdilər. Tapdım. Aha. Hə. Bax, bura rübə bax. Birinci rüb. Birinci rübdə nə olur? Artır. Birinci rüb niyə deyirəm? 0-dan 90-a daxı. Birinci rübdə artır. Sonra harda artır? Bir də dördüncü rübdə artır. Fikir ver. Deməli, birinci və dördüncü rübdə artır. Bəs harda azalır? Bax, ikinci rübə bax azalır. 3-ə bax, 3-də də azalır. Deməli, nə oldu? 2 və 3-cü rübdə azalır. Aydın oldu? Bəs yaxşı. Nə zaman müsbət, nə zaman mənfidir? Bax, birinci rübdə bax, belə deyim də rahat. X-dan yuxarı hardadır? 1-də 2-də. Deməli, 1 və 2-də müsbət. Aşağı hardadır? 3 və 4-də mənfi. Aydın oldu? Sonra sinus qrafiki koordinat başlanğıcına nəzərən simmetrikdir. Yaxşı. Bu sinus haqda getdik kosinusa. Y bərabərdir. Kosinus x nə qəşəng rəngdir. Y bərabərdir kosinus x. İndi kosinus haqda danışıram, qulaq asın. Deməli, x, bu da y. Kosinusun qrafiki belədir, bax. Belədir təxminən. Və s. Bura olur nə? Pi bölü 2, pi, 3 pi bölü 2, bu da 2 pi. Düzdür? Deməli, uşaqlar, kosinusun qrafiki. Kosinus cüt funksiyadır. Yalnız bu funksiyaların içindən kosinus cüt funksiyadır. Yaxşı. Sonra, deməli, təyin oblastı, mənfi sonsuzluq, müsbət sonsuzluq. Qiymətlər oblastı. Qiymətlər oblastı nədir? Bax, eyni sinus kimidir. 1, -1. -1, 1. Ən böyük qiyməti nədir? 1, ən kiçik qiyməti -1. Yaxşı. Sonra, deməli, hansı rüblərdə artır? Gəl yenə rəngini dəyişək. Bir dəqiqə. Olsun bu. Hansı rüblərdə artır? Bura bax. Bax, görsən artır. Görsən artır. Deməli, bura birinci rübdür, bura 2, 3, 4. Deməli, 3 və 4-cü rübdə artır. Harda azalır? 1 və 2-ci rübdə azalır. Aydındır? Aha. Sonra, harda müsbətdir? Bax, birinci rübdə müsbətdir. Bir də 4-cü rübdə müsbətdir. Deməli, bura bax. 1 və 4-cü rübdə müsbət, 2 və 3-cü rübdə mənfi. Aydın oldu? Sonra gəldik tangensə. Y bərabərdir tangens x. Hə? Tangensin qrafiki necədir? Bax, tangensin qrafikini çəkirəm. Bax, görsən. Mənfi pi bölü 2, pi bölü 2. Düzdür? Əslində bu belə davam eləyir. Təzədən belə qrafiklər çəkə bilərəm. Pi, 3 pi bölü 2 və s. də bu cür. Tangensin bu qrafikidir. Deməli, tangensin təyin oblastı uşaqlar. Təyin oblastı. Mənfi pi bölü 2 üstə gəl pika, pi bölü 2 üstə gəl pikadır. Qiymətlər oblastı amma. Nə istəsən alır. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Tək funksiyadır tangens. Yəni, tangens x tutaq ki, mənfi x bərabərdir, mənfi tangens x. Bu funksiyaların içində cüt olan yalnız nədir? Cüt olan. Yalnız kosinusdur. Bir dənə də rəngini dəyişək. Deməli, bu necədir bax? Artır da. Deməli, bu yalnız artır. Monoton artan deyirik biz buna. Yaxşı. Koordinat başlanğıcına nəzərən simmetrikdir. Bütün rüblərdə artır. Birinci və 3-cü rübdə müsbət, 2 və 4-cü rübdə mənfi. Yaxşı. Gəldik kotangensə. Y bərabərdir kotangens x. Kotangens x-in də qrafiki belədir, bax. Bura x, bura y. Dəqiqə. Pi bölü 2,
Pi eləcə bu belə də davam edə bilər ha. Bura 3 pi bölü 2, 2 pi və s. İndi qulaq asın. Kotangens. Kotangensin təyin oblasti pika üstəgəl pi üstəgəl pika. Yaxşı mı? Bax, yəni pikalardan bir dəyişir. YF qiymətlər oblasti nə istədiyi alır? Mənfi sonsuzluq, müsbət sonsuzluq. Yaxşı mı? Tək funksiyadır. Tək funksiyadır. Yəni kotangens mənfi x olanda mənfi qabağa keçir. Yaxşı, tək funksiyadır. Sonra koordinat başlanğıcına nəzərən simmetrikdir. Tangens və kotangens hər ikisi 1 və 3-dən müsbət, 2 və 4-dən mənfidir. Yaxşı. Sonra nə deməliyəm sizə deməmişəm. Mən cavabsını demişəm. Uşaqlar, gəl sizə bir-iki də misal edeyim. Bax, məsələn, sənə deyir ki, 3 sinus 30 üstə gəl 4 tangens 45 çıx 2-də 1 kosinus 90. Belə olanda cədvəli ona görə əzbərləyirsiniz də. Gətirib qoyuram yerinə. Nə qoyuram yerinə? Sinus 30-un yerinə 2-də 1 qoyuram. Tangens 45-in yerinə 1 qoyuram. Kosinus 90 da 0-dır. Düzdür? Cədvəl hanı? Bu cədvəli bir dənə bura zad eləyim deyəm. Ki, oy. Bir dənə baxın cədvələ. Bunu nətər eləyirlər belə? Deyəm bir dənə bu öyrənəcəm indi. Bunu necə eləyirlər? Deyinə qəşəng. Əla. Və cədvəllə sonra neyiniyim? Deyən görüm. Bax, gördün. Bax, sinus 30-u istədi. Baba. Deyəm. Sinus 30-u istədi. Bunu gətirdim, qoydum yerində. Gördünüz? Tangens 45 istədi. Tangens 45 hanı bu deyil? De bu. Gördün? Kosinus 90 istədi. Kosinus 90. De bu. Gətirdim, qoydum yerində. Sonra hesablayıram. 2-də 3. 2-də 3 plus 4 çıx 0. 5-10-da 5. Yaxşı. Bir də görərsən, sualı belə verər, bax. Tutaq ki, 3 sinus kvadrat 45 üstə gəl 2 tangens kvadrat 60. Məsələn də. O zaman bilsən, neyinirsən? Sinus 45 nə idi? Sinus 45. Kök 2 böl 2. Yazırsan kök 2 böl 2-nin kvadratı üstə gəl. Tangens 60 nə idi? De, bax. Kök 3. Yazırsan vur. Kök 3-ün kvadratı. Gördünüz? Yazılmadı ki. Hə, kök 3-ün kvadratı. Şu. Hə. Neyse, uşaqlar bunu başqara olub. Hə, düzəldi. Hə, kök 3-ün kvadratı. Şöyle də bunu hesablayırsan, hesablamıram. Aydın oldu. Budur yəni dərsimiz. Öyrənirsiniz, gəlirsiniz.